Hyundai Kia dizellərə ümumi qulluq cəmi 1050 manat. Bəli, sona qədər izləyin. Endirim eləmişik, 100.000 də garanti veririk. Sep dəyişilir, başmaqlar dəyişilir, natşitel dəyişilir, motorun içi təmizlənir, çölü təmizlənir, tərtəmiz. Motorun çölünü görürsünüz nə gündədir. Hamısı tərtəmiz təmizlənir. Orijinal detallarla kollektor, zaslonka, samovar, kəpənəklər hamısı yuyulur. Kollektorun proklatkası da o qiymətin içindədir, orijinalla. Korobkanın yağı filtri, granat salniki dəyişilir, botları sıxılır. Detallar da buradadır, görürsünüz. Orijinalla heç belə ehtiyac da yoxdur ki, soruşmağa, qardaş, sizin zaptaslar orijinaldır və yaxud da özümdən alım gətirim. Çünki biz zəmanət veririk. Buradan maşından çıxdı, yağ axıtdı, su axıtdı, nə bilim, nəsə oldu, gətirirsən bizim yanımıza, bəzədən onu yenisi ilə əvəz edib sizə təhvil veririk. Hətta burada yoxlayıb maşın təhvil veririk ki, yolda qalmasın, problem olmasın. Heç bir usta da deyə bilməz ki, mən maşını təhvil vermişəm, indiyənin özünə kimi heç vaxt hansısa düzəltdiyim maşın yağ buraxmayıb və yaxud nəsə problem olmayıb. Mümkün deyil. Yəni nə qədər yaxşı usta olasan, açırsan, misal başqa detal dəbərir, heç ona əl vurmayıb sana, sürü izad olur, oradan su buraxır deyirsən. Amma yenə də biz onu təmannasız yoluna qoyuruq, düzəldirik, müştəriyə təhvil veririk. Sep səs eləmir, 100.000 kilometr ərzində gətirsən, təmannasız, dəyişib təhvil veririk. Kollektora baxın, görsün nə gündədir. Bu kiri təmizləmək var ha oradan. Bu naqarı təmizləmək özü ilə 3-4 saatlıq işdir. Hansı ki, görürəm yorumlarda bəzi qardaşlar yazır ki, yaxşıdır, özlərinə təzə qazanc yer tapılır. Bizim qazanc yer tapmamış, qardaş, bizim işimiz bu. Motordur, korobkadır, usta yox. Biz də bu işi çəkib paylaşırıq ki, həm sizə sərf edir, həm də ki, bizim işimiz gedir. Əl qabiliyyətimizi burada göstəririk. Korobkanın yağına baxın, qapqara. Bəziləri yazır, nə bilim, 600.000 sürmüşəm, boş söhbətdir, vallahi inanmayın. Zavaskoy korobkadır, bax, 193.000 kilometr gedir, qapqaradır. O gün də paylaşmışdım həmən o korobkanı başqa bir videoda. Görsən, sona qədər izləyin, görəcəksiniz fərqi. Əlavə olaraq da, yəni, xadaboy tam şəkildə yerə qoyulur. Xadaboyda nəsə problem vardısa, nə bilim, piyaqasıdır, şaravoydur, hansısa xarablığı vardısa, müştəridən zəhmət qalmır. Həmən detalları alır, gətirir və yaxud da ki, özümüz endirimdən, öz adımızdan alıb, müştərinin işin qaydasını salır. Şaravoydur, nədir, dəyişib verilir. Kitabından yağ buraxmır, salnikin alsa dəyişdir. Sadəcə 1050 manat tam qiymət demişik ki, sep başmaqdır, korobkanın yağı filtridir, granat salnikdir, kollektorun proklatkasıdır, yuyulmağıdır, nə bilim, bu detallar izdəndir, bu işi görürük. Yenə də kiməsə maraqlı qaldısa, yorumlarda yazmayın. Səhifədə nömrə var, qardaş, iş gördürmək istəyən nömrə ilə əlaqə saxlasın. WhatsApp da var, belə zəng deyirəm yolunur. Vızıvat özümüz zəng eləyəcək. Yəni bir sözlə bu qədər.